Salam əziz izləyicilər, necəsiz? Bugün bir müştərimiz bizimlə əlaqə saxladı və paltaryanında şikayətləri var idi. Şikayətlərindən biri də paltaryanın arxa hissəsindən su buraxması idi. Biz də onu aydınlaşdırmaq üçün müştərimizin ünvanına yaxınlaşırıq. Getdik. Və artıq müştərimizin evinə yaxınlaşdıq. Gördüyünüz kimi Javel markalı paltaryanımız. Paltaryanın problemi arxa hissəsində olan su qəbul edici klapan xarab olmuşdu, donmuşdu. Suyu evə saçırdı. Suyu qəbul etdiyi zaman evə su saçırdı. Sizin də paltaryanınızın bu vəziyyətə düşməyini istəmirsinizsə, bizimlə əlaqə saxlamağı unutmayın. Və burada proqramı qoşuruq. Paltaryanın klapanından gördüyünüz kimi su axır. Klapan soyuqda donub və partlamışdır. Və gördüyünüz kimi artıq təmir etdik. Klapan daha su buraxmır. Və sizin də paltaryanınızda belə bir şikayətləriniz varsa bizimlə əlaqə saxlamağı unutmayın. Kanala abunə olub like atmağı unutmayın.